Birinci növbədə hərəkət sxeminə riayət olunmalıdır. Hərəkət sxeminə. Maşının təmizliyinə fikir verilməlidir. Bir də etik davranış qaydalarına fikir verilməlidir. Bu maşını saxlamısınız. Bu hal-hazırda bu da xəttəsiz. Maşının heç bir təmizliyi yoxdur, çirkli vəziyyətdədir. Bunu bu cür idarə etmək olmaz. Bu birinci növbədə inzibati xəta yaradır. İkinci növbədə də daşınmaların səviyyəsini aşağı salır. Keyfiyyətini aşağı salan bir vəziyyətdir. Bunu bu vəziyyəti idarə etmək olmaz Siz bilmirsiniz ki, 66 yaşında ümumi istifadə olunan nəqliyyat vasitəsinin idarə edilməsi qadağandır. Nəticəsində məlum oldu ki, sürücünün ictimai nəqliyyat idarə etməyə üçün hüququ yoxdur. Müvafiq D kateqoriyası var. Hal-hazırda yaşı 66 yaşı olduğuna görə 65 yaşından yuxarı həmən şəxslərin ictimai nəqliyyat idarə etməsi qadağandır. Ona görə də hal-hazırda nəqliyyat vasitəsi təmin olunacaq, mühafizə olunan duracaq. Sürücü haqqında müvafiq tədbirlər görüləcək. Yol vərəqəsini zəhmət olmasa təqdim eləyərsiniz. Sumqayıt şəhərində sərnişin daşıma sahəsində xidmət keyfiyyətinin artırılması məqsədi ilə marşrut avtobuslarının sürücüləri ilə monitorinq və maarifləndirmə işləri aparılıb. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin müxtəlif ərazilərində həyata keçirilib. Monitorinq zamanı müntəzəm və qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobuslar yoxlanılıb. Avtobusların texniki vəziyyəti, sürücülərin etik davranış qaydalarına əməl etməsi, eləcə də nəqliyyat vasitələrinin müəyyən edilmiş hərəkət cədvəlinə uyğun fəaliyyət göstərməsi diqqətdə saxlanılıb. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sərnişinlərə qarşı diqqətli və məsuliyyətli davranmağın vacibliyi onlara bir daha xatırladılıb. Qeyd olunub ki, sərnişin daşımalarının təhlükəsiz və nizamlı təşkili əsas prioritet məsələlərdən biridir. Aparılan monitorinqlər zamanı bəzi qayda pozuntuları da aşkar edilib və həmin hallarla bağlı qanunvericiliyə uyğun inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Bildirilib ki, şəhər sakinlərin və qonaqların təhlükəsiz və keyfiyyətli nəqliyyat xidmətinə istifadə etməsini təmin etmək məqsədi ilə bu cür monitorinq və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək. Bugünkü monitorinq və maarifləndirmə işlərində vəzifəmiz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin son zamanlar nəqliyyat sahəsində aparılan islahatların nəticəsi olaraq vəzifəmiz vətəndaşların, sakinlərimizin, şəhər sakinləri və qonaqların müntəzəm və qeyri-müntəzəm sərnişin daşımasının daha nizamlı şəkildə təşkil olunması, yüksək keyfiyyətli təşkil olunmasıdır. Gündəlik müntəzəm xətlərdə fəaliyyət göstərən avtobusların və qeyri-müntəzəm avtobuslarının texniki nasazlıqların aradan qaldırılması, sürücülərin etik davranış qaydalarına nəzarət etməsi, əsasən avtobusların hərəkət cədvəllərinə uyğun olaraq fəaliyyət göstərməsinə nəzarət etmək bizim əsas prioritet vəzifəmizdir. Monitorinq və maarifləndirmə işlərində aidiyyəti qurumlarla birgə aparılan monitorinq nəticəsi olaraq bugünkü bir neçə qayda pozuntuları aşkar edilmiş və həmin qayda pozuntularının nəticəsi inzibati tənbih tədbirlərinin verilməsi nəzərdə tutulur. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün İnformasiya proqramı üçün.